əməkdaşlar baxacaq ki, Kəlbiyyev Namik Hüseynov özünü deyir. Bütün əməkdaşlarımız, kapitalımız baxacaq. Yəni mən bilmirəm axı səbəb nədir? Səbəbi siz bilirsiniz, nə əməkdaşlarım? Mən nə səbəb bildirəcəm? Mənim kartım Kapital Bank Mənim tərəfindən. probleminidir. Mənim nə problem? Ay xanım, mənim kapitalım nə problem var? Kapital məndən problem yaradır. Yox, sizin kapitalın probleminiz yox, kartda probleminizdir. Mənim kartda problem yoxdur xanım. Siz özünüz problem yaradırsınız. Mənim Kapital Bank özü problem yaradır. Mənim kapitalım nə problem ola bilər ki? Kartda mənə yardım kartı açılıb. Hal-hazırda yardım kartı açılıb, düzdürmü? Niyə belə edirsiniz? Nə araşdırması gedir? Başa düşmürəm. Mən belə çıxmasın, mən bu ölkədə ən axıncı adamam. Yəni torpaq yox, ev yox, 3 uşaqla kiralərdə sürünürəm. Ayda kira pulu verməliyəm. Özümün vəziyyətim hal-hazırda Ferrum Kapitala verəcəyim var, verə bilmirəm. Az pul manat kredit təşkilatına verəcəyim var, verə bilmirəm. Bunlar olduğu halda, bax bunlar olduğu halda mən canımla, uşağımın vəziyyəti ilə əlləşdiyim halda Kapital Bank niyə mənim uşağıma özümə problem yaradır? Mən neyiniyim? Bu 200-300-ə ücə çatıb ki, qazilər özünün haqsızlıq üstündə. Bu vətən üçün canından keçən oğullar hal-hazırda dövlət tərəfindən yaşadığı problemlər üstündə özünü öldürür. Mən də onlardan biri olum xanım. Qıyarsınız ki, bir insanın 3 balası atasız qalsın, siz də Azərbaycan vətəndaşsınız. Düzdürmü? Sizin ad familiyanız nə idi xanım? Yəni mən sizi başa düşürəm. Yox, başa düşən Azərbaycan vətəndaşı başa düşsəydi, hal-hazırda siz dövlət qurumunda işləyirsiniz, kiçik bir məmur sayılırsınız. Siz bir məmur olaraq bir qazimin bugünkü günləri, mən bu vətən üçün, bu sizlər üçün, ümumiyyətlə bütün nəslim üçün, köküm üçün, bu millət üçün, bu millətin balası üçün cənab prezidentimizin bir dənə sözü var ki, deyir, qarışqa boyda əziyyəti olan, zərrə qədər orada əziyyəti olan insanların, oğulların, kişilərin qədrini bilin. Bizlər ona borcluyuq. Bunu prezident deyir. Amma prezidentdən aşağı olan səviyyəsiz insanlar ki var, bəziləri, qeyrəti olmayan insanlar ki var, bu günləri prezidentin əmrini yerə salmayan insanların vəziyyəti ilə də maraqlanmır. Hələ onları da pis vəziyyətə salır. Sizin ad familiyanız nədir xanım? Ad familiyanız nədir? Aynura Şabanova. Aynura Şabanova. Mən hal-hazırda sizinlə danışdıqca video görüntü götürürəm. Hər bir əməkdaşınızla danışanda mən video görüntü götürürəm ki, mənim ölüm həddinə çatdıran hal-hazırda Kapital Bankdır və Kapital Bankın əməkdaşlarıdır. Video görüntü götürüb sosiallaşdıracağım mən. Gözləyirəm.